Kitab oxumaq həyatı oxumaqdır şüarı altında 3-cü Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkası keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan yarmarkaya iştirakçıların marağı olduqca böyük idi. Tədbirdə şair və yazıçılarla yanaşı Azərbaycanda fəaliyyət göstərən bir çox nəşriyyatların nümayəndələri də iştirak edirdi. Mən arzu edərdim ki, bu tipli tədbirlər tez-tez keçirilsin və istər-istəməz bu bizim kitab mədəniyyətimizin yüksəlişində çox önəmli bir hadisə kimi qeyd olunacaq. Yaxşı hal budur ki, həm bura oxucu kimi, həm də bu kitabların bilavasitə təbliğində, nəşrində iştirak edənlər, o nəşriyyat işçilərinin əksəriyyəti gənclərdir. Nəşriyyat evlərinin qatıldığı yarmarkada Azərbaycan Milli Elmlər Akademiyasının kitabxanası, Azərbaycan Dövlət İqtisad Universiteti və digər təhsil ocaqları öz kitabxanalarını nümayiş etdirdilər. Məktəblərdən tutmuş yaşlı nəslin nümayəndələrinə kimi mütaliəni sevən hər kəs bu sərgiyə gəlmişdi. Əlbəttə, bu cür tədbirlərdə daha çox gənclərin iştirak etməsi bizi sevindirir. Belə bir sərgidə istədiyimiz bütün kitabların tapılması və yeni kitablarla tanışlığımız, bizə lazım olan demək olar ki, bütün kitabların burada olması yetər qədər bizim üçün əlverişli imkanlar yaradır. Sərgi çox maraqlı idi. Həqiqətən xoşuma gələn kitabları tapdım. Şərtlər də ki, çox yaxşı idi.